20 ilə yaxındır fəaliyyət göstərən Çağdaş Təhsilin növbəti səfəri Ucar, Göyçay, Mingəçevir və Ağdaş rayonlarına olub. 2007-ci ildən fəaliyyət göstərən Çağdaş Təhsil jurnalı təhsildə baş verən dəyişikliklər və islahatlarla bağlı müəllim və şagirdlərlə söhbətlər aparır. Təhsilin ölkənin, dövlətin gələcəyi üçün önəmini vurğulayır. Görüşlər Azərbaycanın ən ucqar dağ kəndlərində və ümumiyyətlə ölkənin bütün rayonlarında həyata keçirilir. 20 ilə yaxındır ki, fəaliyyət göstərən Çağdaş Təhsilin növbəti səfəri isə Ucar, Göyçay, Mingəçevir və Ağdaş rayonlarına olub. Çağdaş Təhsil jurnalının təsisçisi Vüsal Zeynalov Yevlax Regional Təhsil İdarəsinin müəllim və şagirdləri ilə görüşüb. Çağdaş təhsilin əsas məqsədi təqaüddə olan qabaqcıl müəllimləri və nümunəvi şagirdləri dünyaya tanıtmaqdır. Qeyd edək ki, Çağdaş təhsilin həyata keçirdiyi bu layihə məktəbdən kənar bir proqramdır. Bəli, biz təhsil Ucar deyil, Yevlax Aran Regional Təhsil İdarəsinin qabaqcıl və nümunəvi təhsil işçiləri haqqında çəkilişlər edirik. Biz bu günlərin çox gözəl, hörmətli bir insanın, müəllimin qonağıyıq, hakim müəllimin qonağıyıq. Amma mən əvvəlcədən demək istəyirəm ki, Yevlax Regional Təhsil İdarəsində qabaqcıl və nümunəvi təhsil işçiləri mən adlarını demək istəyirəm. Cavad Cavadovdur və Tamara Minişli, 5 tali məktəbin direktoru. Biz onların da məktəbin şagirdləri haqqında çoxlu sayda araşdırmalar apardıq. Amma bizdə bir müddət əvvəl təqaüdə çıxan və rayonda ən önəmli müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. İşlədiyim dövrdə, yəni 91-ci ildən mən müəllimlik fəaliyyətinə başlamışam. Cənab Prezident tərəfindən bir çox medallarla təltif olunmuşam. Çox sağ olun, biz kimi müəllimləri siz yada salırsınız. Qeyd edək ki, Çağdaş təhsildə onlayn hazırlıq kursları da həyata keçirilir. Həmçinin uşaqlara motivasiya vermək məqsədi ilə redaksiya ilə eyni adı daşıyan Çağdaş Təhsil jurnalı, qəzet və kitablar dərc edilir. Çağdaş təhsilin təsisçisi Vüsal Zeynalov həmişə olduğu kimi bugün də bütün şəhid övladlarına, müharibədə iştirak etmiş birinci qrup əlil övladlarına, eyni zamanda sağlamlıq imkanları məhdud olan şagirdlərə təmənnasız xidmət göstərir.